Azərbaycanın media məkanında Space telekanalının gələcəyi ilə bağlı müxtəlif iddialar gündəmə gəlib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə kanalın fəaliyyətini dayandıra biləcəyi ehtimal olunur. Məlumatlara əsasən jurnalist Arifə Əliyeva şəxsi sosial media hesabında paylaşım edərək telekanalın hazırda çətin vəziyyətdə olduğunu və fəaliyyətini dayandırmağa hazırlaşdığı ilə bağlı iddiaları diqqətə çatdırıb. Paylaşımda qeyd olunub ki, bu vəziyyətin mümkün səbəblərindən biri kimi idarə etmə problemləri göstərilir. Eyni zamanda vurğulanır ki, belə hallarda ən çox təsirlənən tərəf adi əməkdaşlar olur. Hazırda məsələ ilə bağlı telekanal rəhbərliyi və ya rəsmi qurumlar tərəfindən hər hansı təsdiq və ya təkzib açıqlaması verilməyib. Bu səbəbdən yayılan məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib. Mövzu sosial mediada və media dairələrində müzakirə olunmağa davam edir. Yeni məlumatlar ortaya çıxdıqca ictimaiyyətə əlavə açıqlamalar təqdim oluna bilər. Mətninizi buraya daxil edin.